Radyonun Qızıl Fondundan. Zeynal Xəlilin Qatır Məmməd mənzum piyesini dinləyin. Qatır Məmməd rolunda SSR xalq artisti Ələsgər Ələkbərov çıxış edir. Rollarda Sona Hacıyeva, Sidqi Ruhulla, İsmail Osmanlı, Əli Qurbanov, Mustafa Mərdanov, Sadıq Salih və başqaları. ...1918-ci il. Gəncə yaxınlığında kiçik bir kənd. Qabağı ağaclıq, güllü çiçəkli bir ev. Evin ətrafı hasarlıdır. Hasarın arxa tərəfində hündür bir təpə görünür. Gülcamal! Gülcamal! Yasemin ne var? Ay kız, danışırlar kətdə adamlar. Məmməd Gəncədədir. Gəlib sürgünlü. Ne yaxşı şad xəbər getirmişsən sen. Yazıq bir maralam her zaman xəstə. Gözlerim yoldadır, kulağım seste. Bəs niyə köksünü ötürdün belə? O yine düşecek dillerden dile. Bu bey, bu yüzbaşı, bu divanxana bir kulak dicdiği verer mi ona? Ay kız, şer karıştı, bunlar gelmedi. Görünür Mehmet'ten bir şey bilmedi. Yoksa gecikmez de atam bu kadar. Darıxma, gec gələr, lap yaxşı gələr. Tez qayıt Gülcamal. Çox ləngiməsən. Aziz. Eşittim buradasın. İnsaf et biraz. Aşığa bu kadar zulmetmiyor olmaz. Aziz, amandır Aziz, görərlər. Yoruldum, bəs değil. Bu iş ve bu eda sende heves değil. Aziz, Əliş daxil olur. Əziz və Yasemin çınar ağacının dalında gizlənirlər. Köş dayı, köş! Ay kız Gülcamal, ne hurcun dinlendi, ne de ki motal. Aha, sevgililer, hoş gördük sizi. Diyesen dağıttım ben neşenizi, ha? Bu şarap seni laf biyabir etmiş. Canın da, pulun da, malın da gitti. El çek bu içmekten. Vallahi yazıksan. Gerek öz evini yıkmaya insan. Sen bana ders verme. Ne görmüşem ben bu zalim dünyanın nimetlerinden. Bu da Gülcamal. Vallahi kız değil, maraldır, maral. Baş ayak vurursan bes değil daha. Az iç, koy biraz da kalsın sabaha. Gülcamal, şehirden gelmedi atan. Onu gözləyirik biz de bayaqdan. Mehmet qayıtsaydı, görüşərdik bir. O benim ilk dostum, ilk həmdəmimdir. Göyüş dayı, Mir Paşa çiğinlərində xurcun gəlirlər. Ona 8 tümən, bu ne 10 tümən. Gene çapılıp talanmışam ben. Ne oldu? Mehmet'ten bir haber var mı? Hiç onun yerini bilmek olar mı? Değiller ne bilek. Karşım ara, belki de çekilip yine dağlara. Bir gün görmedi dünyada o da. Uşakken salındı alava o da. Olar adam sayıp bakmadı bize. Dedi çıkın gidin öz evinize. Gelmese yaxşıdır, o xətəkardır. Məhəmməddən millətə nə xeyir var? Diyeydin, ay senin özü öləsən. Ay kişi, ay dayı. Söyledim ki ben, iş çıkmaz, gitmeyin. Karışıp zaman. Bədbəxtdir, bədbəxt da olacak insan. Kömək istəyirsən? Şərafdan yapış. Alqış şərafdaki hünəri alqış. Sen de zehirmardan az tök karnına. Bestür, köme gele yazık anana. Qabaqdan qurt kimi qız gəlir yenə. İşlə ehtiyat yığsan da evinə. Bu dünya fanidir, heç kimə qalmayayaz. Şərafsız bir ömrün ləzzəti olmayayaz.
özün bil. Heh, akşamdır. Durun gidək biz. Deməklə qurtarmaz çoxdur dərdimiz. Məmməd çiynində qara yapıncı, əlində kiçik bir heybə gəlib təpənin üstündə durur. Yenə mən yetişdim sənə kəndimiz. Nə qədər doğmasam mənə kəndimiz. Yatır qadasını aldığım eller. Yatır sinəsində gezdiyim çöller. Yatır tut ağac. Yatır xan çınar. Əyir budağını heyva, ikidə, nar. Durur tepelerde saldığım həris. Ne kadar güzeldir, ne kadar temiz bu moruk çolları, bu yaşıl otlar. Yine topa topa ahır bulutlar. Yine tüteş çalır düzlerde çoban. Könlüm ayrılmayır elden obadan. Yine bu yerlerle geldim yüz yüze. Salam ey yıldızlar, ey göyler size. Yəqin yuxudadır indi gül camal. Kimde var ondaki o boy, o camal? Kim bilir? Belki de bir felaket var. Dağılın başımdan korkunç xiyallar. Kapını döyüm mü? Korkarlar birden. Yok, onu yuxudan oyatmaram ben. Dayım da işleyip yorgundur yəqin. Yok yok, yollardadır gözü həsretin. Göğüş dayı! De kimsen göre. Benim dayıcan, Mehmet'im gelmişim. Sesine kurban, sen mi? Can oğlum. Çekildim dara, bakmaktan cevapsız, dilsiz yollara. Hoş gördük ay dayı. Salam Gülcemal. De görün, ne şey oldu ki, böyle sen çıktın ölümler, kanlar içinden. Padişah yıkıldı, görbagör oldu. Uçtu sarayları tarımar oldu. Bizi de bırakıp dediler, gidin, işleyin dünyada bir şadlık edin. Abala, hazırda Allah verenden, qohuma komşuya haber verin ben. Göyüş dayı gedir. Məmməd Gülcamalın qara uzun hörüklərini sığallamağa başlayır. Gözüm sürgün oldu kara gözünden. Gördüm hayalını öz gözümde ben. Sensiz yollarıma çöktü bir matem. Sensiz yüreğimi sarmıştı elem. Benim de kalbimi üzdü hayallar. İnan, ne gündüzüm ne de gecem var. Elimden vermerem bir de seni ben. Sen bir de sürgüne gitmeyeceksin. Hardadır ben? Selam Ali Baba. Bir paşa. Kalbim sokan günler bırakacağım paşa. Hoş gördük dostlarım. Bu da Yasemen. Ne hoşbahtan bu dünyada ben. Deyir ey necəsə? Polat kimiyem? Sibir'e gittim ki biraz berkiyem. Gerek kaldı olsun yiğidin başı, ancak unutmasın dostu, yoldaşı. Asla unutmadım ben sizi bir an. Bu dostlar, bu yerler çıkar mı yattan? Her seher baktıkça vatana sarı. Erdi derdimden buz kayaları. Arzu bir kuş oldu, könül bir kürek. Uçtu yurdumuza dağlar geçerek. Anne, haradasın? Yüzümü görek. Senin sağlığına biraz keyiflenek. Bu kimdir? Yoldaşın şarap eriştir. Gönlün ekini bu da gelmiştir. Hoş geldin Yasinci. Benim kardeşim, ömrümün can dostu, yürek sırdaşım. Soğukat ne getirdin Sibir'den bize? Sen yaxşı beləsən adetimize. Ne kadar danışsam söhbet kurtarmaz. Biz gedək, Mehmet de dincelsin bir an. Hamı heyecanlıdır. Həsən çəpərin qapısını təpiklə vurub açır. Məmməd qapının bir tayının dalında gizlənir. Həsən və bir neçə polis həyətə soxulurlar. Durun, tərpənməyin. Alçaqlara bax. Bu kəndə, bu evə gərək od vuraq. Tez olun. Məmmədi gətirin bura.
Cəza verməliyik biz o quldura. Cəmisi 3 gün Gəncədə qalmış. Yenə də aləmə çaxnaşma salmış. O düşməndir divana. Gərək düşsün zindana. Sizi ant verirəm büyük Allah'a. Düzlərə salmayın onu bir daha. Yalvarma. Axtarın. Gəzin hər yanı. Görün hara girib el qəhrəmanı. Polis evi axtarmağa başladı. O yoxdur. Harası getmişdir ağa? Getməmiş. Gedəcək indi torpağa. Yüzbaşı Həsən ki nə qədər sağdır, Məmməd bu şenlikdə qalmayacaqdır. Axtardım, o yoktur möhtərəm ağa. Öldürün bunları, tutun şallara. Tez ol göy kişi, söyle o hanı. Boş yere akmasın, koy insan kanı. Özünün elini keser mi insan? Ah, neslini silinsin gerek dünyadan. Buyurun, tutsanız zindana salın. Məmməd üstünə gəlmək istəyən polisi yıxaraq qaçır. O bir anlığı quş kimi səkərək təpənin üstündə görünür. Sağ ol, Gülcemal, selamet kalın. Ah, haydi dalımca. Aslan bəyin evi. Əziz daxil olur. Ah, işlerin necedir? Soruşma ağa, bədbəxt. Yasəmən düşüb uzağa. Məndəki qalmışam bir daxmada tək. Bilmirəm başıma nə iş gələcək. İndi fikrin nedir? Ne diyeyim cenab, dağıdır kalbimi yeyir istirap. Geceler yanıram pervaneler tek. Onsuz partlayacak sinemde yürek. Talih denk senler balacalardır. Dünyada her derdin dermanı vardır. Məmməd'i aradan kaldırsak inan, bəxtiyar olarsan sen de o zaman. Onda Yasəmən də qayıdıb gələr, senin de talihin seviner, güler. Mehmet'le bacarmak değildir mümkün. Bürüyür alemi destesi her gün. Əvvəl qaçaq olub düşərsən dilə, yayılar şöhrətin obaya elə. Sonra pərvanə tək dolan başına, inanacaq sana can sırdaşına. Bu mümkün değildir. Bacarmaram ben. Hayanet gelir mi bir dost elinden? Sənə mi qalmışdı dostluq etibar? Pulun olsa eğer dostun dolar. Nişanlı Məmmədlə düşübdür düzə. Bir düşün. Ar değil bize. Hele dalınca da min söz gezir bil. Yeten danışır ki o kişi değil. Doğrudan şenlikte böyle söz yazır. Bu sözler benim de kalbimi ezir. Yok. İnanmıram ben. Söz dedim sana. Yaxşı bak Aslan Bey diyerler bana. Benim elimdedir onun yüreği. Onun sevgilisi, onun çiçeği. Nece? Gülcemal mı? Bəli, Gülcemal. O nadir gözəllik, o nadir kamal. Məmməd, qəlbən sənə inansın deyə, yalandan atışma sallam şenliyə. Verirəm Gülcemal'ı alıp gedərsən, ona dostluğunu sübut edərsən. O səni bir igid, bir pələng sanar. Sənə bel bağlayar və arxalanar. Ha, necədir, razısan? Razıyam. Ben. Gerek iti olsun yiğidin eli. Bu işte hiç şeyden çekinme inan. Bir sen bileceksen, bir de ki divan. Bu da vəd ettiğim kızıl. Al bunu. Ancak hiç kime açma gönlünü. Sağ olun. Ben gittim. Yaxşı yol, dikkat. Verdiğin sözlere düzgün emel et. Paho, Hacı Bey, buyurun, hoş gelmişsiniz. Bəs niçin bu kadar ləngidiniz siz? Soğuqatla gelmişsem. Soğuqatdır, bəli. Aslan bəy bağlamanı açıb içindən bir çəngə saralmış ot və bir neçə daş parçası çıxardır. Bu nedir? Ne olacak? Azgın bir deli, ayağı çarıklı yoksul bir geda biabir eyledi bizi dünyada. Mehmet bir uşakla göndermiş bana. Özde deyip ki versin divana. Bilmirəm bunların mənası nedir? Mənası aydındır. Yaxşı baxın bir. Ot yiyir, daş yiyir insanlar demek. Koy yesin. Yoksa kent eğilmeyecek.
Bununla döyüşə çağırır bizi. Baxarıq, o görər qüvvətimizi. Bu zaman Məmməd çiyninə yapınçı salmış bir kəndli qiyafəsində daxil olur. Aslan bəy və Hacı bəy onu tanımırlar. Hardadır Pristav? Hardadır divan? Dağılır, çaxnaşır, yanır Kəllistan. Bağırma. Mənəm Pristav. Kəndlərdə qalmadı nə tutar, nə tab. Qaçaqlar, quldurlar, qırırlar bizi. Dağıdıb çapırlar evlərimizi. Hansı şənlikdənsən? Zeybədənəm mən. Dünən Qatır Məmməd çıxıb böyürdən keçirdi qılıncdan bütün anəmi. Sığmaz dastanlara ellərin qəmi. Şidəyirsiniz, çıxdı aradan. Onun qabağında durar mı insan? Atışdıq. Davada öldü qardaş. Bir oydu köməcim. Oydu sırdaşım. Bizə yol göstərin, eyleyin kömək. Qaçağı kəndi öz öldürsün gərək. Ah Məmməd. Əlimə düşsən, qanını sel kimi axıdaram mən. Siz ma versəniz 10 nəfər adam, mən özüm alaram ondan intiqam. Ay sağ ol, afərin sana. Dövlət də 1000 manat verir başına. 1000 manat? Çox azdır. Pul artsın gərək. Öldü, 1000 manat da məndən gələcək. Demək ki, 2000? 2000, bəli. Gərək iti olsun idinəli. Millət xilaskarı çağırırlar adın, qalmaz ürəyində arzun, muradın. Bu divan işdir. Bu iftixardır. Qorxmayın, çox böyük ümmidim vardır. Bunun üçün neçə gün lazımdır sənə? Cəmsi 3 gün. Bir dostsan mənə. Bir də ki görürəm qoçalı olansan. Qabaqdan qaçmazsan, atıb vuransan. Adam da verərik, arxayın ol sən. Bizim atlılarla indi gedərsən. Əvvəl mümkün olsa pul verin biraz. Bir çətən uşağı aç qoymaq olmaz. Biraz pul verərik. Ancaq gərəksən divana girovluq bir şey verəsən. Ne verim? Bir yapımcım var. Rəhmətlik babamdan qalıb yadigar. Saymışam, 500'dür. Alın, buyurun. Hacı bəy birdən başını qaldırıb Məmmədin üzünə baxır. Bu Qatır Məmməddir. Dayanın. Tərpənən öləcək. Götür pullarını. Yekə baş axmaq. Bir başla qurtarsa dərdiniz sizin. Bu başım, bu xənçər. Buyurun, gəlsin. Ot yeyir, daş yeyir yazıq kəndlilər. Ölümlə açılır hər aydın səhər. Onlardır işləyib bəsləyən sizi, daşlardan çıxaran çörəyinizi. Demək biz heç nəyik? Hərsiniz bəli. Geç tez dağılacaq zülümün təməli. Ölür cemaat, insana bir zindan olmasın həyat. Düşdün mü başa? Verdiğin vədəni vurmazsan başa, hamını qırarım. Oturun yere. Taley gülməyəcək aç göz beylərə. Torpaq kendilərə verilsin gerek. Baş verərik. Dite dolgol çek. Hani döyüşdəyim? Hani Gülcemal? Məncə mənasızdır belə bir sual. Arvatla uşaqla yoxdur işimiz. Onları həbsdən bırakmışıq biz. Canınız kurtardı. Yalan olsa bir xırtdəkin əlimdən qurtaran deyil. Məmməd qayanın altından çıxıb dayanır və mahnını dinləməyə başlayır. Ne kadar güzeldir ah onun sesi. Canıma ot saldı aşkın nəğməsi. Oku, sen xoşbaxtsan belki dünyada. Kalbim düşmemiştir alava oda. Oku,
Sən bilmirsən məndən uzaqda bir canan çırpınır. Qəlbi tustaqda. Kesti yollarımı ayrılıq, hicran. Sevgi dağlarını aldı qar, boran. Beni ver hangisi? Beni ver göre. Özümü incitme, benim lütfen. Zabiti havayı uzattım yere. Kovçuluq yaraşmır heç igidlərə. Yine bozarıpsan hak verdin ama. Sizin sağlığınız ne olacak? Dostlar, şenliğe çatmıştım. Gördüm bir arvat. Yolup saçlarını koparır feryat. Oymayın, kızımı apardı o it. İleri bakanda gördüm bir zabit. Acıyı arvadın mən göz yaşına, xəncəri zabitin çaxdım başına. Hak verdi özündən başladı yenə. Razıyam, igidlik yaraşır sana. Amma eybin de var. Desene görək. Qarından motarsan, baştan göbələk. Ne olacak Beriş? Özüme baksan, kulağın fetildir, burnun badımcan. Yüreğe tokunmak yaraşmır size. Daim hemdem olun birbirinize. Bir de yiğitsiniz. Sağ olun dostlar. Her kalbin öz hüsnü, öz mənası var. Ben de bir zamanlar çıktım dağlara. Uçtum şahin kimi kayalıklara. Gezdim, birbirine vurdum dünyanı. Sonra bir o tapdım, söyledim hanım. Var mıdır dünyada belə bir melek? Bilmirdim taleyim ne gösterecek. Gençliğim uğrunda borana düştü. Taptığım melek de zindana düştü. Meğer gayretimiz yoktur hiç bizim. Olsa da min qala, min bağlı tilsim, bir kılınc endirsek parçalanacak. Gülcemal senindir, senin olacak. Ne siz geldi ne de ki Murat. Neyin yüreğimde kalmasın Murat. Senin de derdiniz qalmışam daha. Bugünkü bir işi koyma sabaha. Darıxma, Gülcemal kurtarıp geler. Size toy ederi, kalbiniz güler. Casus gətirmişəm. Eynəyinə bax, kənddə heç kim qoymur belə bir papaq. Yazık, rəhm edin. Kırmayın bizi. Çöllerde koymayın külfetimizi. Ses tanış sestir. Mehmet, kardeşim. Nusret, azizim. Ne hoşbaxt öyünür kalbimiz bizim. Bunlar tanış çıktı. Dostumdur Nusret. Fəhlədir, kalbinde vardır muhabbet. Məni bağışlayın. Beğendim seni. Yoklamak lazımdır gelip gideni. Gözleyin. Casuslar aldadar sizi. Candan əziz tutun sərkərdənizi. Buyurun kardeşler, hoş gelipsiniz bizim bu dağlara, bu yerlere siz. Al. Bu da yəhərdir. Bir yadigardır. Sende el namusu, el gücü vardır. Davada yada sal dostu, yoldaşı. Bərk vur. Koy əzilsin düşmanın başı. Hele bil, dünyalar verdiniz bana. Biz hele borçluyuz Azerbaycan'a. Kardeşlerim, bir gelin. Çöreğimiz var. Çörek olmasa da yüreğimiz var. Yine kendi yeridir. Getməliyik biz. Tavusda, qazaqda çoxdur işimiz. Sabah gidersiniz, akşamdır artık. Birazdan dağlara düşer karanlık. Buyurun, uşaklar siz yaparar. Şadlıqdır. Əzizdir atan gülləni. Koymaz intizarda kardeşim beni. Əziz, Murad, Gülcamal gəlirlər. Azizim, sevgilim, canım Gülcemal. Ne kadar şirindir dünyada misal. Axırı məni də saldın bu yola. Ne diyeyim, sonrası xoşbaxtlıq ola. Bu benim eşkimdir, sadakatimdir. Derdiyle yandığım muhabbetimdir. O dağlar qızıdır. Bəxtiyar olsun. Sözünde, işinde düz ilqar olsun. Gün o gün olsun ki toy edək sizə. Baxıb fərəhlənək hər ikinizə. Əziz, ne oldu ki ləngidiniz siz? Ne diyeyim? Ləngimək değil sebepsiz. Hoşla vermediler. Girdik meydana, vuruştuk alemi dönderdik kana. Sağ olun dostlarım, danışın görək.
Belə şey yoxdur, nə var, nə deyək? Yaxşı, kən necədir, əziz? Soruşma qardaş. Orada qalmamışdır daş üstündə daş. Səni istəyirlər, yığıb hamını, uşaqlı, böyüklü, kənd adamını tutublar güllüyə. Kənd bütün yanır, amanlar, fəryatlar göyə də yanır. Sabah gün çıxanda eldiklə bütün kəndi edəcəklər qardaşım sürgün. Bəs dayım hardadır, o harda qaldı? Kişini bəy yenə qalıya saldı. Ne kadar çalıştı olmadı Aziz. Sensiz pristavla bacarmarıq biz. Hangi kişi? Hak verdi, durmayın gedək. Halkı musibetten kurtarak gerek. Bağışla kardeşim. Görürsünüz siz doyunca oturup danışmadık biz. Git kardeş. Sen al intikamını. Yaşat bu dağlarını ehtişamını. Yine de gedirse? Gedirəm bəli. Gülcaman, insan dünyaya geleli ayrı yaşamamış hicrandan attan. Batsa da ayrılmır güneş sabahtan. Gerek, sadık olak söze ilgara. Girek, pelen kimi vuruşmalara. Şaxtalı bir səhər. Hər tərəf qarla örtülmüşdür. Soyuq külək kəsir. Yaxında yıxılmış bir körpü görünür. Haqverdi bir daş üstündə oturub papiros çəkir. Murad gəzinir. Aşna, soyuqdur ha. Bəy kəsir külək. Gəlib çıxmayacaq pristav köpək. Körpünü dağıttık. Ləngir onlar. Məhəmmədin öz işi, öz tədbiri var. O da xan kişiyle verip baş başa, indi qanlı yolda sökənib daşa. Kendi kurtarmasaq eğer sürgündən, gerek kişiliği atar bugündən. Ay Murad, gələn var. Uzaqdan qaraltı görünür. Hey, ne kimsən? Ərpənmə vurdum. Əliş yaxınlaşıb başlığını gözündən açır. Əliş, sensən? Ağacıq ketseydi geçmiştin Aşra. Hak verdi. Yazgın gelmezdim ha. Bu koca dünyada giymezdi kara. Şarap aç çıkardı biraz pazara. Yine de demlisen. Gel otur görek. Benimki şaraptır. Bir de ki yemek. Aha, fayton sesi. Ne? Görürsen mi bak? Ağalar gelirler hamıdan kabak. Onlardır. Ağanı uzadım yere. Haqverdi güllə atmaq istəyir. Murad ona mane olur. Zərər yetirər bizimkilere. Bir de ki hak verdik. Düşünsen biraz. Məhəmmədsiz iş görmek bize yaraşmaz. Atlar verişik kardeşim gedek. Ləngimə. Məhəmmədə tez haber verik. Kış günü kebap. Yanında şarap. Hak verdi. Necəsən? Buyur. Fayton dayanır. Aslan bəy, Hacı bəy faytondan düşürlər. Onlar yıxılmış körpüyə baxırlar. Bura bak, pristav. Bura bak. Demek mümkün olmayacak kabağı çekmek. Körpünü dağıtmış it uşakları. Onların kanını içeydim bari. Kəndlilər özləri tikərlər bunu. Yaxşı dağıtmışam o iç yurdunu. Sen hardan gelirsen? Yevlaktan canap. Alıp getirdiğim şaraptır, şarap. Külək şiddətlə əsir. Həsən və polislər bir dəstə kəndlini qabaqlarına salıb gətirirlər. Əlibaba və Göyüş dayı da onların arasındadır. Əlibaba çəkdiyi əzabdan tab gətirə bilməyib yerə yıxılır. Məhəmməddir dil verib azdıran sizi. Devletin üstüne kızdıran sizi. Rahmedim, kırıldık, öldük soğuktan. Böyle de insafsız olur mu insan? Budur mu Məhəmmədə çörək daşıyan? Onun hayaliyle kentte yaşayan. İnqilab tökülür sür sifətindən. Nahaq sağ koymuşam sizi hələ mən. Neymiş? Olmadı dəflərə çara. Yalvardı, diz çöktü, pərverdi yara. Sus kişi! Bu sözler bilirəm nədir?
Bunlar üsyan için bir bahanedir. Kafere geciktik. Çekin bunları. Otobüslerine bu şalbanları keçip tepelik. Sürür. Yazıkların ne taksiri var. Onsuz da yıkılıp ölürler onlar. Aparın. Aparın. Sizin kökünüzü kesem ben gerek. El sakla Hacı Bey. Dokunma ona. Bari rahmeylinin kocalığına. Fitnenin mayası bu çal köpekti. O benim güllemle geberecekti. Dayan. Ne edirsen? El sakla görek. Yaramaz her yerde tabanca çekmek. Bu kendime saldım. Öldür beni sen. Namusla yediren dünya elimde. O ölsün yaramaz. Mutsuz alçak. Polislər kəndliləri yenidən körpüyə tərəf çəkmək istəyirlər. Bu zaman Məmməd, Haqverdi, Xan kişi, Murad və başqaları gəlirlər. Bakın silahları. Ömer bir de bak. Aksakal kişiye silah kaldırmak size yaraşmayın muhterem ağa. Dayanın, sererim sizi torpağa. Gel oğlum. Gel Mehmet, havadarım gel. Namusum, gayretim, itibarım gel. Bu nedir? Ne halda görürüm sizi? Beyler öldürürdü, kırırdı bizi. Sürgüne gedirdi, keçseydi biraz. Onlardan yaşlı şey gözlemek olmaz. Bu diyen kimdir? Ne olmuş ona? De hansı namussuz kıymıştır sana? Yazıcı bey vurdu, üsyankar diye. Bunu da çok gördü bunlar şenliğe. Mehmet'e deyin ki el namusundan sürüp çarvanımı gittim dünyadan. Deyin ki koymasın yerde kanımı. O gitti, yandırıp yaktı canımı. Ahmet'i! Acını çekin kenara! Ölüm de çok azdır bu azgınlara. Bu da kişiliğiniz, bu da verdiğiniz söz. Yalandır, fitnedir bu sifet, bu göz. Merhamet, adalet bilmeyerek siz bu halkın kanını sorup içtiniz. Apar pristavı! O gitti. Düşünün kardeşler. Karabağ, Kazak, bu eller, obalar göz düşmüş bize. Bizim tüfek sananlarımıza. Onlara biz kömek etmesek inan, azat olmayacak asla Kendistan. Ben de koşulurum bugünden sana. Öz ana yurdumun iyi doğuna. Beni de özünle apar. Bizi de. Ne derdimiz var? Mene de ferah verdi bu şirin diller. Oğul, bir arkadır sana bu eller. Atlanın gedek dostlarım. Ellerdir benim de devletim varım. Mehmet! Dövüş sayı! Ölürüm çömek! Gelin yardım edin! Ah namert felek! Azizdir, Akferdi. Tek bakın ne var? Alçaklık etmesin yana o murdar. Haqverdi cəld gedib ağır yaralanmış Əzizi gətirir. Bu nedir böyle? Hain siyasetle tutarak dile gafilden böğrüme çaktı gülleri. Öldürebilmedim. Bağışla beni. Kaçtım. Türkçü gibi kaçtık o alçak. Hangisi? Aklanıp şimşek mişak. Kapıp pristaval sen intikam. Koyunun ömrüne çöksün bu akşam. Oğul bakma bu yaraya bu kana. Yiğit gerek her yaraya katlana. Düşmanın başında çakıldığım tek. Çek oğlum desteği dövüşlere çek. Kiçik bir otaq. Aslan bəy və zabit oturmuşlar. Zabitin qabağında hərbi xəritə vardır. Bu boz dağ, bu da ki Kızlar Deresi. Bak, buradan yükselir
Məmmədin səsi. Qaldı bu kəndlər, gərək bir təhər topla ateş açaq. O tutub yansın, qoy dağlar, dərələr qana boyansın. Necə, bəyəndinmi? Gözəldir, bəli. Dağılsın Məmmədin ümid təməli. Hoş gördük ağalar. Hoş gördük əziz. 3 aydır yolunu gözləyirik biz. Yaran necədir? Yaxşıdır mı? Yaxşıdır biraz. Qəm yemə, yiğitlər yarasız olmaz. Mən sənin sayəndə sürürəm həyat. Al. Bu da dövlətdən sənə mükafat. Aslan bəy Əzizə gümüş xəncər verir. Orada şübhələnən yoxdur ki səndən. Korkmuyorum. Mehmet'in sağalıyım ben. Daha da yürekten inanmış bana. Yakın dost olmuşam o günden ona. Şeki alayıyla dövüşen zaman istedim herifi vuram arkadan. Geldi Göğüş dayı, geldi Mirpaşa. Gene de tedbirim yetmedi başa. Eyb etmez. Yine de usta terpensen. Fürsət bir kuştur ki tez uçar elden. Seferin haradır? Gerek Gence'den biraz şirin alıp tet kaydan ben. Mehmet'in toyudur. Menem kömeği. Menem toy ağası Ümmitdireyi. Bütün işlerini bana tapşırmış. Çökecek ömrüne şahtar bir kış. Bu güzel fürsətdir. Aferin sana. Sədaqət zinətdir hər qəhrəmana. Əziz tək yiğit inan ki yoxdur. Məmmədin qüvvəsi harada çoxdur? Kaçakla doludur Kızlar Deresi. Arkadan, Bozdağ'dan çekin ordunu. Oradan asan olar mahvetmeyi onu. Bence bundan başka yoktur çaresi. Çox gözəl. İnan ki bu işinlə sən dövlətin gözündə yüksələcəksən. Bu gece o keyfe daldığı zaman hücum edecektir orada arkadan. Göy gölün kənarında Məmmədin qərargahı. Gözəl bir bahar gecəsidir. Məmmədin toyudur. Beyin sağlığına kaldırak bunu. Hoş günler geçirsin ömrü uzunu. Kolu güçlü olsun kılıncı iti. Kalbinde kalmasın sözü, hasreti. Sağ olsun Tazebek. Sağ olsun Mehmet. Sağ olsun, sağ olsun. Gelin gelir yol verin. Şabaşı bol bol verin. Gelinin yolu gül olsun. Saçları sümbül olsun. Benim sana düşüp duran benim sana. Meşəni məşəl işıqları bürüyür. Gəlini gətirirlər. Göğüş dayı irəli yeriyib əvvəl Gülcamalın, sonra da Məmmədin alnından öpür. Oğlum, xoşbəxt etsin sizi yaradan. Qapınız çörəklü olsun hər zaman. Qoy gülsün dostlaşına, düşmən xar olsun. Qəlbiniz, əşkiniz daim var olsun. Bu nedir? Bozdağ'dan atılır toplar. Yine de kalbimde koptu tufanlar. Bu da toy gecemiz. Talihime bak. Ne kadar çetindir bahtiyar olmak. Hamı Məmmədin ətrafına toplaşır. Murad xəbər gətirir. Müsavat hücuma geçmiş arkadan. Tutulmuş kardeşim her taraf her yan. Bozdağ'da çok aydır bizimkilerden. Buradan çıkış yolu görmüyorum ben. Susunuz! Kabağdan kaçsa bir insan onu dişlerimle didenem inan. Çalın şeypurları, gelsin yiğitler. Oy benim sesimle açılsın seher. Kızlar Deresi'nden çıkarak düze, düşmanla biz orada gerek yüz yüze.
qan yeri sökülür. Məmməd bir təpə üstə dayanıb döyüş meydanını müşahidə edir. Əziz əlində tüfəng arxadan çıxır. Fürsətdir. O indi həlak olacaq. Əziz! Aman! Yazıq. Neylədin sən? Məhməd eşidərsə məhv oluram mən. Bu nədir Əziz? Məhv etdi düşman. Məhmədin ömrünə çöktü bir duman. Necə? O sağdır. Meydandan çıxaraq onu. Müsibət olmasın ilk eşqin sonu. Su. Yox bacı, su yaramaz sana. Su. Ölecek. Aman. Sen git bulaktan biraz su getir. Ölmemiş demek. Onun nefesini ben kesem gerek. O ölsün. Yürek. Hele berç dayan. Galip çıkmamışsan sen imtihandan. Su geldi mi? Aziz. Gelmiştir. Al, iç. Sudan da serindir bu itikan çal. Namussuz. Hain. Ne ettin alçak? Sesini çıkardan helak olacak. Koymayın. Əziz qaçır. Yasemen, ne var? Ah Mehmet. Vuruf Gülcemal'ı kaçtı canavar. Kim vurdu kim? Namussuz Aziz. Hıyanet. Hıyanet. Nakam eşkimiz. O tutup alıştı bağrımın başı. Gör neler eyledi meslek sırdaşı. Ben ona can dedim, ona mert sabah doğradı canımı katil olarak. Dur uyan, Gülcemal, dur penahım, dur. Dur benim güneşim, al sabahım, dur. Yok yok, o ölmemiş. O hele sağdır, o gene benimle danışacaktır. Aman! Şanlı değil, bir rüyadır o. Dünyadan geçse de bir dünyadır o. Səhərdir. Məmmədin qərərgahı. Əliş və xankişi söhbət edirlər. Məhmədin dərdi də yandırır məni. Yata bilməmişəm bütün gecəni. Dərdlidir, çadırdan çıxmıyır çölə. Oxşayır köpüklü daşqın bir selə. İlk eşqin yarası çox yaman olur. Ürək qasırğalı bir ümman olur. Mənim tək arzuya çatmadı o da. Eşqisiz, sevgisiz qaldı dünyada. Mehmet! Nüsret geldi Nüsret! Çoxdandır qardaşım görmədim səni. Yenə bu dağlarda sən tapdın məni. De görüm necəsən? Necədir dostlar? Neçə ay vuruşduq, boyandıq qana. Bir bəla üz verdi Azərbaycana. Qopsa da min tufan, axsa da min qan, sizinlə vuracaq ürəklərimiz. Düşmən güclənmişdir. İndi gerek sən hələlik dəstanı çəkib gedəsən. Vəziyyət ağırdır. Qardaş, doğrusu qorxuruq. Quduzlar məhv etsin sizi. Qoy əcəl tutmasın gözlərimizi. Buradan da çəkilər çənlər, dumanlar. Qardaşım, desən sən də ora çək. Gedək, qoy sıxmasın hayırlıq səni. Hər zaman qəlbində yaşad vətəni. Xalqının yolunda ölsə də insan, ellərin dilində olar bir dastan. Doğrudur qardaşlar, çıxaq aradan, qoy bizi udmasın bu namərd zaman. Aha, hak verdidir, qovur əzizi. Tutun, tez getirin o qeyrətsizi. Əziz ne etmiştir? Ne olub, ne var? Düşmənə satmışdır bizi o mırdar. Vurdu Gülcemal'ı, bircə qızımı. Söndürdü mənim də bəxt ulduzumu. Bağışla kardeşim,
Bağışla beni. Tanrı adaletli halk etmişsen. Kəsdiyin düz çörək gəlsin gözündən. Məni xar elədin el içində sən. Hardadır Yasemen? Bir gel ortaya. Dediğin sözlere vurmadan boya ne tehir olmuşsa söyle yüzüne. Bu her ne demişse malumdur bana. Aldanıp kızla, vara devlete, seni hasret koydum ilk muhabbete. Ağlama, yalvarma. Vekilime diş tur. Alçalmış olsan da göster bir gurur. Ot vurup yandırdın hanımı. Sen benim gözümde koydun kamımı. Gelsin köhlen atım, dönsün ağ yere, yana kılınçları oynadak dene. Qaranlıq bir gecə, gümüş kimi bir çay axır. Kiçik bir təpə yanında Gülcamalın məzarı görünür. Məmməd əlində bir dəstə çiçək məzarın qarşısında diz çökmüşdür. Göyüş dayı və Murad əllərində kiçik məşəllər onu axtarırlar. O yoktur. Çekilip sakit bir yere, görünür gitmiştir düşüncelere. Kardeşim hardasan? Mehmet hardasan? Kimsiniz orada? Benim can bala. Uşaklar hazırdır. Gözlemir zaman. Bu kadar düşünme, gitme xiyala. Kalbim çok döyünür. Hele bil ki mən yığışıb köçürəm dünya evindən. Bilirəm, ağırdır dünyanın cilvesi. Bir matem sesidir zamanın sesi. Mümkünsə bir qədər tek koyun beni. Sağ olun. Sağlıkla kalın adamlar. Sizsiz gözüm gülmez. Könlüm kan ağlar. Nedir yüzünüzde bu qüssə, bu qəm? Sizdeki vüqarə baş eğir aləm. Yox, yox. Üzülər məllərim sizlə. Sizi öz qəlbimdə aparıram mən. Sən də ey məşədə tək qalan məzar. Bəlkə də bir sənsən məndən yadigar. Aslan bəy, zabit, Həsən və bir neçə polis qəfildən gəlirlər. Onlar Məmmədi görüb dayanırlar. Bu da Qatır Məmməd. Görürsən mi bax? Kuş kimi üstünü birden alarak onu diri tutup aparam gerek. Cenab-ı Gobernatör en'am verecek. Düşecek dillere adını sizin. Gülecek talehi devletinizin. Teslim ol! Teslim ol! Teslim ol alçak. Alın! Teslim oldum! Al! Al! Sokulma yaramaz, sokulma hain. Al geldi, bunlardır senin neslin. Çekilin bekçiler! Bir kurşunuz siz! Bir gelin! Bilin ki öleceksiniz! Murad dörd tərəfə atəş açır. Lakin düşmənin amansız gülləsi onu ölümcül halda yaralıyor. Aman! Dostlarım! Yasemen! Yasemen gel! Bunları tez apar, boğmasına gel. Onun hakinler üstüne girip bizi kölgeder. Yok, ensemde çektiğine vuracak. Yasemen, Yasemen. Vallahi yarım. Mehmet vuruşacak. O yıkılar mı? Yaran çok ağırdır. Kan dayanmayır. Məğlub olanları dünya anmayır. Tez sarı, tez sarı. Aha! Mağarada tek kalmış pelenk. Urtun adetidir sürüyle gezmek. Bil ki bu mağrurluk ölümdür sana. Özün batacaksan töktücün kana. Ölüm yaşamağın özünde vardır. Ölsem de emelim bir yadigardır. Büyük bir çınarın budağıyam ben. Budak kırılsa da çınar kökünden asla uçmayacak. Uçacak. De al.
Ha, qəlbində gedəcək sevdiğin ama. Sen atabilmedin pristav canab. Ateşe, ateşle verenler cevap. Gelirəm qardaşım, gelirəm Mehmet. Ha, kaçırsınız itlik atları. Sizin kökünüzü keseydim bari. Ha! Yüzbaşı! Elimi yıkan canavar! Al geldi! Hayatımı kurtarma! Atın! Siz atın! Atın bir daha! Az kalır güneşli, aydın sabaha! Siz Zeynal Xəlilin Qatır Məmməd mənzum piyesini dinlədiniz. Qatır Məmməd rolunda SSR xalq artisti Ələsgər Ələkbərov çıxış edir. Rollarda Sona Hacıyeva, Sidqi Ruhullah, İsmail Osmanlı, Əli Qurbanov, Mustafa Mərdanov, Sadıq Salih və başqaları.